vaxtında yatmalı və səhər vaxtında yuxudan oyanmalıyıq. Səhər idman etmək gümrah və sağlam olmağımıza kömək edir. Gigiyena qaydalarına əməl etmək sağlamlığımızın əsas şərtidir. Asudə vaxtımızı səmərəli istifadə etməliyik. Peyvənd olmağa laqeyd yanaşmamalıyıq. Peyvənd xəstəliklərdən qorunmağımıza kömək edir. Canlı vərdişlərdən uzaq durmalıyıq. Biz bol meyvə yeməliyik. Meyvə vitaminlər doludur. Gün boyu bir neçə dəfə su içməliyik. Su həyatdır. Duz və şəkərdən istifadə etməyi azaltmalıyıq. Səhər, günorta və axşam yeməyində bitki və heyvan mənşəli qidalar yeməliyik. Çəkimizi nəzarətdə saxlamalıyıq. Artıq çəki, ürək-damar və şəkərli diabet kimi xəstəliklərin riskini artırır.